Düşünün, fikirləşin ki, Allah Teala Quran-ı Kerimdə fikir verin, diqqət edin nə deyir? Ələm nec'allehu aynayn. Biz ona iki göz vermədikmi? Və lisanan və şəfəteyn. Eləcə də ona bir dil və iki dodaq vermədikmi? Yəni hər bir insan öz-özlüyündə düşünməlidir ki, Allah Teala bu ayələrdə açıq-aydın insanlığa bildirir ki, ey insan, biz sənə iki göz vermədikmi? Bir dil və iki dodaq vermədikmi? Yəni Allahın insana bəxş etdiyi nemətlər saysız və hesabsızdır. Ona görə insan düşünməlidir ki, bu nemətin özü Allahın insana göz neməti, dil neməti bəxş etməsi ən böyük nemətlərdən biridir. Nə qədər insanlar var ki, əziz qardaşlar, əziz müsəlmanlar, çevrəmizdə görməkdən məhrumdur, danışmaqdan, nitq etməkdən, öz fikirlərini səsləndirməkdən məhrumdur. Ona görə insan əgər görə bilirsə, danışa bilirsə, bu ona Allahdan böyük bir nemətdir və bu neməti dəyərləndirməlidir. Ona görə fikir verin. Allah Teala bu nemətlə bərabər insanın danışa bilməsi üçün dil neməti ilə bərabər dilini qorumaq üçün iki dodaq bəxş edib. Hansı ki, o dodaq insanın ağzını örtür. Və eləcə də Allah Teala insanın görməsi üçün o gözlərinə qapaqlar bəxş edib. İnsan düşünməlidir ki, bunların özləri də özlüyündə ayrıca bir nemətdir. Ona görə qulun üzərinə düşən, insanın üzərinə düşən bu nemətləri daim Allaha ibadət və itaat üzərində istifadə etməsidir. Və həmçinin Allahın qəzəbini gətirməyəcək, qəzəbinə səbəb olmayacaq əməllər üzərində istifadə etməsidir.